Bu videoda sizə dünyanın ən yaxşı animesindən danışacağım. Təbii ki, mənə görə. Mənə görə dünyanın Death Note da əlbəttə ki, müqayisəlidir. Amma deyərdim ki, Death Note-dan da, Ölüm Dəftərindən də daha çox sevdiyim Monster canavar animesidir. Deməli, canavar Monster'da Tenma adlı Almaniyada işləyən bir Yapon həkimdir. Hansı ki, bu həkim xəstəxanada çox hörmət görən bir həkimdir, işinin professionalıdır və insani keyfiyyətləri olaraq da çox yüksək keyfiyyətlərə sahib bir insandır. Yəni həm həkim olaraq, həm də insan olaraq. Günlərin bir günü xəstəxanaya həm bələdiyyə sədri, yəni bələdiyyə başqanı belə deyim, gəlir, həm də iki xəstə gətirilir. Yəni həm də zərər çəkmiş, başında güllü olan bir uşaq gətirilir. Və həkim Tenma bunların arasında seçim eləyərkən baxmayaraq ki, ona xəbərdarlıq edilir ki, bələdiyyə sədrini xilas elə, çünki o ölsə xəstəxana böyük problemlə qarşılaşacaq. Amma yenə də həkim Tenma öz işini, yəni əxlaq çərçivəsində dəyərləndirir və deyir ki, uşağın vəziyyəti daha pisdir və gedir uşağı daha təcillidir, uşağı xilas eləyir. Və bu uşaqla yanaşı Johan olur uşağın adı və onun əkiz bacısı da olur. Və bu uşağı xilas eləyəndən sonra bələdiyyə başqanı ölür və bundan sonra Johan'ın karyerasında çöküş yaşanmağa başlayır. Xəstəxana ilə problemləri yaşanır. Təbii ki, nəyə görə uşağı müdaxilə elədin, bəs bələdiyyə başqanını müdaxilə eləmədin. Bundan sonra, illər sonra Tenma öyrənir ki, onun həyatını xilas elədiyi Johan çox qorxunc bir canavara dönüşübdür. Burada canavar dediyim təbii ki, fantastik bir anime deyil, əksinə real insanların psixoloji dərinlikləri, çox dərin fəlsəfi və ya psixoloji analizlər edilə biləcək bir animedir. Ruh olaraq bir pis insan mənasında canavara dönüşür, monstera dönüşür. Deməli, Johan necə bir obraz olur? O insanları həm fiziki, hansı ki bunu üstün tutmur, çox vaxt psixoloji olaraq öldürür. Yəni insanların zəif nöqtələrini tapır və onlardan istifadə eləyərək zəif nöqtələrini, onların özlərini məhv eləməsini gətirib çıxardır və daha çox insanları psixoloji olaraq mənən öldürür daha çox. Təbii ki, psixoloji ölüm də dediyim kimi eləyir, fizioloji ölüm də eləyir, amma onun zövq aldığı bir növ psixopat kimi, yəni heç bir empatiya hissi olmayan, sadəcə olaraq necə ki Jokerin məsələn fəlsəfəsi var idi ki, insanın xisləti çirkindir. Johan'ın da fəlsəfəsi odur ki, insan heç nədir, dəyərsizdir və insanın heç nəliyini biruzə verərək heç olduğunu göstərir, insanları mənən yox eləyir. Və Doktor Tenma özünü bu səbəbdən günahkar hesab edir. Çünki o düşünür ki, Johan'ı xilas eləyərək o cəmiyyəti məhv eləyib. Yəni onu xilas eləməsəydi, bugün belə bir monster düşməzdi cəmiyyətin canına, insanlara bu qədər zərər verməzdi. Bu günahkarlıq psixologiyası ilə həm Johan'ı öldürüb, yəni elədiyi səhvi düzəltmək istəyir, həm də bir tərəfdən də həkimlərin etikasında olduğu kimi, yəni həkim olaraq öldürməməlidir. Bir tərəfdən də öldürmək məsələsini, yəni burada bir dilemmada qalır ki, necə mübarizə aparsın, ya yox eləməlidir, ya dəyişməlidir. Amma eyni zamanda da, məsələn, animenin də mövzusu, burada əsl canavar həkim də ola bilər. Həkimdirmi? Yəni həkim xilas eləməsəydi Johan'ı, o bugün bu qədər insanın məhvinə səbəb olmazdı. Və yaxud da ki, Johan'ın özüdürmü? Və yaxud da ki, onun cəmiyyətdirmi? Nəyə görə cəmiyyətdir? Johan'ın hekayəsinə baxaq. Çünki əsas hekayənin, animenin ən qarışıq hissəsi Johan'ın elə hekayəsidir. Johan əkiz bacısı ilə birlikdə ailəsi onun öldürülür
və onlar Kinderheim, yəni uşaq sığınacağına yerləşdirilir. Burada hansı ki elm və etika mövzusu həmişə danışıram. Elm üçün, yəni faydaçılıq üçün və yaxud da ki, hansısa bir eksperiment üçün insanların üzərində testlər aparıla bilərmi? İnsanlar eksperiment vasitəsi ola bilərmi? Burada bu uşaqları, bu bacı qardaşları, əkiz bacı qardaşları üstündə eksperiment aparırlar. Eksperimentin də məğzi odur ki, bu uşaqların uşaqlıqları əllərindən alınır və onlar tamamilə emosiyaları, hissləri tamamilə əllərindən alınır, kimlikləri alınır və onlar ölüm robotuna dönüşdürürlər. Yəni tamamilə şiddət edən, insanları öldürən belə bir şər qüvvə, bir robot yaratmaq istəyirlər eksperiment və bu eksperiment də uğurlu alınır. Johannın üzündə biz görürük ki, Johannın artıq öz kimliyi silinibdir. Kimliyi yoxdur. O artıq insan öldürən bir robota dönüşübdür. Heç bir empatiya hissi yoxdur. Dediyim kimi bir psixopata dönüşübdür. İnsanlarla heç bir bağ qura bilmir. Çünki həm də bir tərəfdən də onun ailə bağları yox idi. Ailəsi də ölmüşdü. Həm də üstünə bir eksperiment. Yəni Johannın dönüşdüyü adam, yəni bu cəmiyyəti məhv edən adam əslində Johann özüdürmü, yoxsa onun üzərində eksperiment aparan bu adamlar? Amma burada başqa bir daha da animeni qəliz eləyən bir nüans var ki, Johannın əkiz bacısı. Eyni eksperiment Johannın bacısının üzərində aparılsa da Nina'nın heç bir yəni belə dönüşümü olmur. Nina bu müqavimət göstərir və Zero'da məsəl üçün digər vampir animesində hansı ki vampirə dönüşmək üçün mübarizə aparırdı. Eynilə də burada Johannın bacısının da üzərində ona nə edilibsə, hansı eksperimentlər tətbiq edilibsə, onun bacısına da, əkiz bacısına da eyni eksperimentlər olur, eyni hekayəni yaşayırlar. O da eyni də Johann kimi ailəsini itirir. Yəni eyni şeyləri yaşadıkları halda necə olur ki, bacısı müqavimət göstərir, kimliyini itirmir, empatiyasını, insani, humanist tərəfini itirmir, amma Johann itirir. Johann artıq tamamilə kimliyi silinmiş bir şəxsdir və daha qorxulusu, o artıq bacısının kimliyini alıbdır. Yəni o özünü bacısı ilə eyniləşdirir. Özü olmadığı üçün, elə bir insan olmadığı üçün, dediyim kimi eksperimentdə onun üzərində uğurlu olur, onun kimliyi silindiyi üçün kimsə olmalıdır və o bacısının rolunu mənimsəyir. Bacısını bu səbəbdən həm yəni onun kimliyinə büründüyü üçün həm çox sevir, həm çox güclü olaraq görür, həm də bir tərəfdən nifrət edir, öldürmək istəyir. Bacısı isə əlbəttə ki, Johann'a bir tərəfdən həm yaşadıklarını qəbullanıb öz yoluna davam eləmək istəyir, həyatını qurmaq istəyir. Yəni dediyim kimi bir canavara dönüşməyib Johann kimi. Bir tərəfdən də qardaşını xilas eləmək istəyir. Yəni anime bu mövzudadır və davamlı olaraq həkimin gedişatda, çünki şərlə mübarizə aparanda insan özü də şeytanla savaşsan, sən özün də şeytana dönüşürsən. Bunu məsələn və yaxud da ki, müxalifətdə, real dünyada, siyasətdə görəndə müxalifət adamları tutalım, iqtidarla mübarizə aparanda get-gedə özləri də bir diktatora dönüşürlər. Yəni mübarizə apardığın şeyə dönüşürsən. Burada mənə maraqlı olan animedəki o Doktor Tenma həqiqətən monsterla, canavarla mübarizə apararkən, çünki öldürsə monstru, özü də artıq bir canavara dönmüş olacaq. Öldürməsə də yenə də belə bir dilemma qalır ki, o canavar onun sayəsində həyatdadır. Yəni doktorun oradakı davranışları necə olacaq? Bu maraqlı idi. Monster'ın hekayəsi bacısı ilə demək olar ki, qarşı durması, əkiz bacısı ilə hekayəsi mənə görə gəlmiş keçmiş serial tarixindəki anime tarixindəki ən möhtəşəm animedir və mütləq ki, anime sevənləriniz varsa, mütləq ki, düşünürəm artıq klassikadır, anime klassikalarındandır, Death Note kimi. Əgər izləməmisinizsə, bunu da izləyib, əslində monsterın, canavarın kim olduğunu haqqında düşünmə eləyə bilərsiniz.